eyni zamanda da oksitosini artıracaq. Dördüncü hormon endorfin. Endorfin orqanizmin təbii ağrıkəsicidir. Acı biber, qara şokolad, bunlar bədəndə endorfini artıracaq. Beşinci və sonuncu xoşbəxtlik hormonu, bölüşmək istədiyim xoşbəxtlik hormonu isə noradrenalindir. Noradrenalini artırmaq, soyuq, isti duş qəbul eləmək və yaxud da isti, soyuq duş qəbul eləmək, eyni zamanda psixoloji stimulyasiyalar, həmçinin qanda noradrenalini artırır. Önəmli olan odur ki, sən özün üçün noradrenalini, öz noradrenalini necə artıra bilərsən, bir yol tap, fikirləş və bunu et. Əgər xoşbəxt olmaq istəyirsinizsə, kanala abunə olun və bizi izləyin və bunu rutin halda edin. Dopamin artacaq və siz xoşbəxt olacaqsınız. Təşəkkürlər.